Təmiz Quba Mənzil Kommunal Təsərrüfat Birliyinin direktoru Dəyanət Orucovun özünə müavin təyin etmək üçün Quba rayon sakini Rəşad Əmraslanovdan rüşvət qismində 2500 manat vəsait alması ilə bağlı yeni faktlar üzə çıxıb. Sevin Taymaz'a müraciət edən Quba rayon sakini Qafarov Həmid Yaşaroğlu bildirib ki, o dostu Rəşad Əmraslanovu Təmiz Quba Mənzil Kommunal Təsərrüfat Birliyinə işə düzəltmək üçün Dəyanət Orucovla görüşdürüb. İdarənin inzibati binasında baş tutan bu görüş zamanı Dəyanət Orucov Rəşad Əmraslanovu həmin idarəyə işə düzəltməklə bağlı razılıq verib. Dəyanət Orucov Rəşad Əmraslanovun həmin müəssisəyə direktor müavini vəzifəsinə təyin edəcəyi vədini verib və bunun üçün ondan 5000 manat vəsait tələb edib. Bu vəsaitin yarısını, yəni 2500 manatını öncədən, qalan yarısını isə işə təyinatla bağlı əmr verildikdən sonra alacağını bildirib. Razılaşmadan qısa müddət sonra tərəflər Quba rayonunun Nüqədi kəndi ərazisində görüşərək öncədən razılaşdırılmış olan 2500 manat vəsaiti Dəyanət Orucova verib. Bundan sonra Dəyanət Orucov onlara bildirib ki, qalan 2500 manatı da bir həftə müddətində hazır etsinlər. O, bu təyinat üçün artıq lüzumlu olan müvafiq inzibati strukturun razılığının alındığını bildirib. Bir müddət sonra sözü gedən həmin vəzifəyə başqa bir şəxsin təyin olunduğu müəyyənləşir. Amma Dəyanət Orucov qarşı tərəfin buna razılığını onu başqa bir vəzifəyə təyin etməsi vədləri ilə sakitləşdirir. Amma bir müddət sonra vəd verdiyi həmin vəzifəyə də başqa bir təyinatın olduğu bəlli olur. Qeyd edək ki, bu vətəndaş Həmid Qafarovun Dəyanət Orucov tərəfindən düşürüldüyü ilk dələduzluq quyusu olmayıb. Belə ki, 2025-ci ilin 19 yanvar tarixində, yəni Dəyanət Orucovun Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor olduğu müddətdə Qafarov Həmid Yaşaroğlu'nun şəxsi mülkiyyətində olan 22 hektar bağ sahəsinə verilən subsidiyanın intensivlik prinsipinə əsasən hesablanması üçün ondan 5000 manat vəsait alıb. Hamısını çıxartdırmışam. Allah canınıza versin. Bu işlə mən müsarifə ilə Hamısını çıxartdırmışam. mən burada bəziləri yoxlamaya düşünüb dəqiqləşdirmişəm. Bilmirəm nə vaxt keçəcək, amma heç 22-23 hektar yoxdur mən. Hamısını təxmini hesablamışam. Sənin bağında qalırsa heç nə yox. Yox, dediyəm, yaşamam köməkdir. Allah'ın köməkliyi sabaha saat 3'te görüşür. Mən el aramam ki, mən qardaşlara deyirəmsə. Amma Allah canlısı, mən hazıram. Yox, bilirəm, gedirəm, işimi həll eləyirəm, gəlirəm, gəlib də sənə deyirəm ki, mən işimi həll eləyirəm. Yəni, nə tər məsələt, mən hazıram. Bunu da qoy, barda çox. Narahat olma, mən burada 5000 deyirəm. Hə, 5000. Nə pula gidir, yox, elə kağızla qoy. Siyahı qoymuşam. Arkadaş, mən pul almadan qorxmuram. Yox, qoy mənim bir Sovet məhsulü. Özdəki mənim. İkincisi də, sən barədə də... Mən heç eşən bilməsin. Mən, yəni bu barədə ikimizin arasında qalsın. Bu söhbət, İkimizin arasında. Eşən bilir, bu söhbət. Pulu bilməsin. Yox, bu söhbət, bu qoxulu söhbət. Dedim, bunu Bakı ört bastır eləməsə, vurub üçülü pulun iki mislinə vurub kassaya ödətdirəcək. Sən nə danışırsın? İşləyirsən? Yox, təsərrüfatdayam. Dövlət işi işləməzsən olsa? Yox, nəsə fikrim yox. Neynəməzsin? Yumsada bir yaxşı şey olur. Oradan? Bir yerdə işləyərəm. Yox, mən bu cür bilmirdim. Mən də bilirdim ki, bir dənə intensivdir. İntensivdir bir dənə. Yox, heç ağac yoxdur yerində. Koordinat vurmalıdırlar. Onlar başqasının bağını vururlar. Sənin xəbəri var, Eşən aldı onu. Cavan qələmliklərdir məndə. O Eşən aldı boyutda. Cavan qələmliklərdir. Bəsdir də, gəlməyək da bağa da. Yox, cavan qələmliklərdir. Ya boş torpaqda üsməlli. Dəyanət Orucov vətəndaş Həmid Qafarovdan aldığı 5000 manat pulun qarşılığında onun bağ sahəsinin subsidiyasının intensiv hesablanması vədini versə də, bu vədinə tam olaraq müəssər ola bilməyib. Bağ sahəsinin 14 hektarı yoxlamaya düşmədən planlaşdırıldığı kimi keçirilsə də, aparılan monitorinq nəticəsində yerdə qalan 8 hektar bağın subsidiyasının intensiv hesablanması mümkün olmur və beləliklə hər hektar üçün 800 manat cərimə tətbiq edilərək ümumilikdə 2 illik məhdudiyyət tətbiq edilir. Yaranan bu problemdən sonra Dəyanət Orucov Həmid Qafarova narahat olmamağı, məsələnin həll edilməsi üçün birbaşa olaraq Kənd Təsərrüfatı Nazirinin müavininə zəng edərək xahiş etdiyini bildirir. Qeyd edək ki, Həmid Qafarov faktla bağlı Quba rayon prokurorluğuna müraciət edib. Vətəndaşa rayon prokurorluğundan bildirilib ki, faktla əlaqədar olaraq cinayət işi açılıb, araşdırmalar aparılır.